Görəsən nə yada düşür? X kvadratı çıx 25-i istəyir. Necə yaza bilərik? İnsan ağlına gəlir ki, bu ifadəni kvadratı yüksəldim, vurum, açım. Getməz. Yəni sola baxanda da getməz olduğu görünür və cavablarda x-dən asılıdır. Onu da yadınıza salın. Onda nə edirəm? Mən bunu burada x kvadrat çıx 4 və burada da x kvadrat çıx 9-u yaradıram. Bəs nə elədim mən burada? Mənfi 16 hissəsi qaldı. Onda buradan çıxılsın 16 dənə. Eləmi olur? Bəli, o qalıb. 16 dənə x kvadrat çıx 4 qalıb. Bax, x kvadrat çıx 4-ü çölə çıxardın, o hissəni verir. Çox qəşəng sualdır ha bu. İndi bu kökün altında da fərqləndi, bu oldu. Ona görə bunun kvadratı yüksəltsəm, yəni kökü atsam, bu ifadənin kvadratı olur. Bax, olur belə bir şey. Bunu görmək məharət istəyir. İndi bunun kvadratı yüksəldin. Bu da nə edir? 60x edir. Bu da edir 36, çıxılsın. Bu nə edir bəs? Mənimlər bu nə edir? 16x kvadrat edir. Bəs bu nə edir? Bu da 64 edir. Allah, gözəl. Deməli, bu da olur. 9x kvadratı plus 60x plus 100. Allah, bu da nəyin kvadratı idi? 3x plus 5'in, yox 5 yox, 10'un kvadratı idi. Deməli, bu da oldu 3x plus 10. Buradan yazarsınız.